Salam, hər vaxtınız xeyir olsun. Din Fizika test 32 2025-ci il. Bərk cisimlərin və mayyələrin xassələri, səthi gərilmə qüvvəsi, kapilyar boru bölməsindən 12-ci suala baxırıq. Kapilyar boruda su 2 sm hündürlüyə qalxır. H bərabərdir 2. Suyun səthi gərilmə əmsalı sigma 70. Borunun diametri D bərabərdir. Sual. Burada R'nu verib, R'ni verib. Gəlin əvvəlcə biz düsturumuzu yadımıza salaq ki, hansı düsturdan gedəcəyik? Səthin gərilmə qüvvəsi F bərabərdir, sigma L'dir. Biz burada F'in yerinə M, J bərabərdir, sigma L'in yerinə kapilyar boru olduğuna görə L'in yerinə 2 pi r çevrənin uzunluğunu yaza bilərik. M'in də yerinə Rho bərabərdir, M bölü V düsturundan tapıb yaza bilərik. Rho V, J bərabərdir, sigma 2 pi r. Və burada deməli kapilyar borunun həm diametri olduğuna görə, həm də onun sahəsi də ola bilər, həcmi də ola bilər. Ona görə V'nin yerinə Rho vurulsun. V'nin yerinə SH, çünki bilirikdə həcmi tapanda nə edirik? Sahəni hündürlüyə vururuq. J bərabərdir sigma 2 pi r. Bunu uzun-uzadı yazmaq məqsədim odur ki, çıxan düsturun hardan gəldiyini bilək və sonra birbaşa yerinə qoyub həll etmək bizim üçün asan olar. İstəsəz düsturu əzbər yolla, istəsəz belə çıxarışla da edə bilərsiniz. S-in yerinə də Rho sahə düsturlarından nə edir? Pi r kvadratı h, J bərabərdir sigma 2 pi r. Hər tərəfdən pi'ləri r-in birini ixtisar aparsaq, burada yerindən qalır. Bizdən diametri istəyir. Diametri istədiyinə görə gəlin h'ı çıxardaq buradan. Yəni burada h nəyə bərabərdir? 2 sigma bölünsün Rho, r və j. Biz də bilirik ki, diametr nəyə bərabərdir? 2 r-ə bərabərdir. 2 r-ə bərabərdirsə, onda diametrindən ifadə edək mi? 4 sigma Rho, j və d. Bu düsturu almış olacaq. Yəni bizim düsturumuz budur. Onda aparaq yerinə yazaq verilənləri. Burada belə bir xət çəkək. H-ın yerində nə idi? Baxaq dəyərlərə. Santimetr, millimetr ifadəsi. Deməli, burada santimetrdir, burada isə millimetrini ifadə edir. Çevirmələri aparmaq olsa hamısına dəyəcək. Gəlin, olduğu kimi yerinə yazaq. Baxaq. 2 bərabərdir. Yəni, H-ın yerinə burada yazdım. Sonra kəsir xətti 4. Buradakı düsturu buraya yazıram. 4 sigma nə idi? 70. Milli nə idi? 10 üstü mənfi 3. Sonra R'muz nə idi? Burada verir. 10 üstü 3. Sonra J 10. Bizdən D-ni istəyir. Hər tərəfdən aparsaq, çarpaz vursaq, burada 1, burada 2. Onda 10 üstü 4 vur D bərabərdir. 140 vur 10 üstü mənfi 3. D bərabərdir. Deməli, burada təqrib ilə 14. Burada ixtisar aparsaq, 1 onda 4 millimetr ifadəsini ala bilərik. C variantı.